Salam, hörmətli televiziya tamaşaçıları. Qonağımız hörmətli millət vəkilimiz Cavanşir Feyziyevdir. Və bu səmimi görüş üçün bizim uzun illər əlaqələrimiz var və bir çox görüşlərimiz olub. Həm sizin dəstəyinizi, həm sizin köməyinizi hələ 36 il qabaq hiss eləmişəm və bu gün istədim ki, görüşlərimizi baxmayaraq ki, sizin vaxtınız da məhduddur, belə bir işinizin çox vaxtında bir ehtiyac hiss elədim. Necə ki, Bəxtiyar müəllimin sizin haqqınızda axı o Örtmə Pəncərəni kitabında var idi, bir sirdaş istəyirəm. Sanki bu son dövrlər olan uğurlarımızı, elə Bəxtiyar müəllimin anım günündə də, ad günündə də biz görüşürük. Sanki insanın bir sirdaşa ehtiyacı var. Həm kədərli anları bölüşürsən, həm sevinci bölüşürsən. Yəni, belə bir duyğularla ehtiyac duydum görüşməyi. Biz hər dəfə sizi ekranlarda görəndə, görüşlərdə görəndə sevinirik. Qürur hissi yaranır sanki insanda. Nə yaxşı ki, bugün dövlətimizin, millətimizin sizi kimi şəxsiyyətləri var. Elə istərdim ki, ilk sualım belə olsun ki, mən axırıncı dəfə sizin qlobal inteqrasiyanın Avrasiya modeli. Bax, həmin kitabları çox böyük nüsxələrlə verdiniz. Həm də mən çəkilişlərim zamanı, Türk Dünyası layihəsi zamanı çalışdım ki, o kitabı Qırğızistanda, Qazaxıstanda, Özbəkistan'da, Qaqauziyadan tutmuş bir çox səfirliklərdə oldum. Həmin ölkələrdə, Türk Dünyası ölkələrinin səfirliklərinə o kitabı sevə-sevə mən istədim ki, sizin kitablarınız qoy orada da oxunsun. Və çoxdandır yaradıcılığınızdan xəbərim olmayan, həm də ki, istəyirəm ki, qoy tamaşaçılarımız da bilsin. Sizin çox böyük yaradıcılığınız var. Türk Dünyası iclaslarında, görüşlərində, konferanslarında biz sizi izləyirik və istərdim ki, bu fəaliyyətinizdən danışardınız. Çox sağ olun Elşən müəllim. Mənim üçün də sizinlə görüşmək hər zaman çox xoşdur. Bayaq dediyiniz kimi hələ 30 ildən də çox bundan əvvəl bizim tanışlığımız və bir-birimizin fəaliyyətindən xəbərdar olmağımız bizi artıq siz dediyiniz kimi elə sirdaş eləyibdir bəzi məsələlərdə və sizin apardığınız fəaliyyətdən də kifayət qədər xəbərim var və hətta xarici ölkələrə səfər edib Azərbaycanla bağlı apardığınız təbliğatı və çatdırdığınız informasiyaları da bilirəm və sizin eyni zamanda Bəxtiyar müəllimin ev muzeyini idarə etdiyinizlə də mən çox fəxr edirəm. Siz də oradan da çox fədakar və təmənnasız bir insan kimi, ziyalı bir insan kimi bizim gənclərimiz üçün çox böyük bir örnəksiz və çox böyük işlər görürsünüz. O ki qaldı, son görüşümüzdən sonra mənim hansı işlər görüb görməməyim, yəni yaradıcılıqla bağlı. Bəli, oradan da qlobal inteqrasiyanın Avrasiya modeli artıq bu günlərdə növbəti dəfə nəşr olunacaq. Çünki həmin kitab, baxmayaraq ki, 2 dəfə nəşr olunub və satılıb, paylanılıb, bağışlanılıb və qutarıb. Və indi yenidən ona tələb formalaşıb, yenə axtarırlar, xüsusən tələbələr bu kitabı çox axtarırlar, istəyirlər, oxusunlar. Ona görə təkrar nəşrini biz sifariş eləmişik və əminəm ki, bu ay içində onun təkrar nəşri çapdan çıxacaq və növbəti dəfə biz o kitabların yayılmasını təmin edəcəyik. Lakin hal-hazırda yeni bir kitab üzərində işləyirəm, daha doğrusu bir neçə kitab üzərində işləyirəm. Onlarda biri biraz fəlsəfi məzmun daşıyır, xeyir və şərlə bağlıdır. Bu kitab düşünürəm ki, bu ilin sonuna qədər hazır edə bilərəm. Amma yenə də lap yaxınlarda nəşrə gedəcək kitabım Müasir Türk Dövlətləri Yeni Geopolitik Reallıqda adlanır. İndi bilirsiniz ki, 91-ci ilə qədər dünyada yeganə Türk dövləti Türkiyə Cumhuriyyəti idi. 91-ci ildən növbəti dəfə qlobal siyasi transformasiyalar şəraitində 5 Türk dövləti müstəqilləşdi
və hazırda dünyada 6 müstəqil türk dövləti mövcuddur. O zamandan etibarən 91-ci ildən bu yana. Eyni zamanda biz Şimali Kipr Türk Respublikasını da müstəqil türk dövləti hesab edirik. Çünki artıq rəsmən müstəqilliyin elan olunmasından da 40 il keçib və biz elə keçən il onun 40 illiyini, müstəqilliyin 40 illiyini bayram elədik. Və deyə bilərik ki, 7 müstəqil türk dövləti hal-hazırda dünyada, dünyanın siyasi xəritəsində və siyasi həyatında mövcuddur. Və bu son 30 il ərzində dünyada çox böyük qlobal hadisələr cərəyan eləyir, qlobal dəyişikliklər baş verir. Tək Sovet İttifaqının süqutu bütövlükdə dünyadakı siyasi proseslərin səmtini tamamilə dəyişdi və yeni bir geopolitik reallıq doğulmağa başladı. Və bu reallıq şəraitində baxın biz hansı mərhələlərdən keçdik. Biz müstəqilliyimizin bərpasını elan etdik. Sonra çox kəskin müqavimət gördük. Çox müxtəlif maneələrlə rastlaşdıq. O cümlədən torpaqlarımızın işğalı ilə üzləşdik. Ağır iqtisadi durumla üzləşdik. Amma buna baxmayaraq biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Bu 30 ilin, yəni müstəqillikdən keçən 30 ildən də bir qədər çox müddətin ən böyük nəticəsi, ən böyük bəhrəsi bizim üçün odur ki, biz 91-ci ildə bəyan etdiyimiz və bərpa etdiyimiz müstəqilliyimizi qoruyub saxlaya bildik. Nəinki qoruyub saxlaya bildik, eyni zamanda dövlətimizi gücləndirib onu artıq dünyanın müstəqilliyi əbədi olan dövlətləri sırasına qoşa bildik. Və bu proses nə qədər ağır keçsə də, amma o qədər də bizim üçün şərəflidir. Çünki biz artıq dünyada öz sözü olan, öz müstəqil siyasətini yeridə bilən bir dövlətə sahibik. Və o baxımdan mənə elə gəlir ki, bu dövrü təhlil eləmək xüsusilə vacibdir. Çünki yeni geopolitik reallıqda biz kimik, nəçiyik, biz dedikdə bütün türk dövlətlərini nəzərdə tuturam. Bugünkü reallıqda bizim yerimiz nədir, rolumuz nədir və gələcəkdə biz hansı istiqamətə gedirik və ya getməyi planlaşdırırıq. Bizim öz gələcəyimizlə bağlı fikirlərimiz, məqsədlərimiz nədən ibarətdir? Bütün bu məsələləri Türk dövlətləri yeni geopolitik reallıqda kitabında çalışmışam, təhlil eləyim və tezliklə o kitabda çap olunacaq. Cavanşir müəllim, bayaq ana haqqında söhbət etdik, vətən haqqında söhbət etdik, ana sözünün, vətən sözünün şirinliyi haqqında söhbət etdik və qeyd elədim ki, axı vətən doğulduğun yurtdan, ilk qədəmlərini atdığın məhəllədən başlayır. Bir neçə gün qabaq şəhid eşqinin böyük dəhnədə 10 illiyi idi. Böyük bir tədbir idi, iştirakçısı olduq və o kəndə gələn bütün qonaqlar da, bütün tədbir iştirakçıları da artıq sizin əkdiyiniz o ağaclar böyüyüb. Artıq o ağaclar həm yola, həm də kəndə bəzək vurur. Axı dəhnə Şəkinin aranıdır. Ən isti bir kəndidir. Ağacı əkmək nə olmur ki, gərək bəsləyəsən, böyüdəsən, həm də dəhnədə. Bax, o əkdiyiniz ağaclar bizə qürur verir, biz sevinirik. Həm gözümüz sevinir, həm qəlbimiz sevinir ki, belə bir aran kənddə yaşıllıq yaratmaq. Hələ sizin orada başqa abadlıq işləriniz yox. Yalnız mən yaşıllığı düşünürəm. Ki, sanki uşaq böyütmək qədər, sanki bir canlını böyütmək, ağac daxı təbiətin bir parçasıdır, canlıdır. O da su istəyir, yarpaqları saralanda, bürüşəndə susuzluğunu bildirir. Yarpaq dili ilə, Bəxtiyar müəllimin ağac şeiri də var, yarpaq dili ilə. Bax, arxaya baxanda artıq o ağaclar qeyd elədim ki, böyüyüblər. Nə düşünürsünüz? Biz vaxtilə Cabir Novruzun şeirlərini əzbərləyirdik uşaq olanda. Sağlığında qiymət verin insanlara. Bu şeiri var idi. Sonra istək şeiri var idi. İstəmirəm tək yaşayam özüm üçün, oğlum üçün, qızım üçün, anam üçün, bacım üçün. Qoyun məndən inciməsin əzizlərim. Qəlblərinə toxunmasın bu sözlərim. İstəyirəm mən yaşayam
elim üçün, ovam üçün. Bax, arxaya baxanda o yaratdığınız abadlıqlar, o əziyyət çəkib min bir əziyyətlə böyütdüyünüz o ağaclar, o xidmətlər sizə ömrünüzün müdrik bir dövrüdür. 60 yaş, bu ərəfədə olan yaşlar insanın müdrik yaşı sayılır. Qocalığın gəncliyi sayılır. Bax, hansı duyğuları keçirirsiniz yolunuz düşəndə o kəndə və yaxud o yoldan ötəndə? Doğrusu Elşən müəllim, mənə elə gəlir ki, mən sanki heç o kənddən heç vaxt çıxmamışam. Çünki özümü, hətta Bakıda olduğum günlərdə də, zamanda da bəzən özümdə tuturam ki, fikrimdə kəndin yolu ilə addımlayıram, məktəbə gedirəm, məktəbdən gəlirəm və s. Yəni, düz deyirsiniz, vətən doğulduğun yerdən başlayır, ilk addım ayaq açdığın yerdən, ilk sözləri dərk etdiyin zamandan, ayağın yer tutub yeridiyin zamandan və şübhəsiz mənim də uşaqlığım həmin kənddə keçib, gəncliyim həmin kənddə keçib və mən onu heç vaxt unuda bilmərəm və sizin o misal gətirdiyiniz şeirlərin işığında, ruhunda böyüyə-böyüyə biz bu qənaətə gəlib çıxmışıq ki, doğulduğun, böyüdüyün yer sənə doğma olmalıdır, vətən olmalıdır, ana vətən olmalıdır və sən heç vaxt öz nəzərlərini həmin yerin üzərindən çəkməməlisən. Biz bir insan olaraq sadəcə bir canlı varlıq deyilik. Biz həm də şuurlu insanıqsa, deməli bizim düşüncə qabiliyyətimiz var və bu düşüncələr də bizi müəyyən hərəkətlərə sövq edir. Və elə o düşüncələr də məni məhz bu cür addımlara sövq edir. Mənim adımda da hələ aşağı siniflərdə oxurdum, 3-cü, 4-cü sinifdə oxuyanda məktəbdən gələndə yol boyu yolun kənarında bir lövhə vardı. O lövhədə qayda belə idi o zaman Sovet dövründə, müxtəlif yerlərdə şüarlar yazırdılar. İnsanlara nəyəsə çağırış edən şüarlar yazırdılar və orada mən bir sual cümləsi də gördüm o şüarlar arasında. Yazılmışdı, sən doğma kəndin üçün nə etmisən? Düzdür, Sovet quruluşunun tənqid olunmalı çox şeyləri var və bizdə heç vaxt Sovet quruluşuna mən ən uşaq yaşlarımdan heç vaxt tərif söyləməmişəm. Həmişə tənqid etmişəm. Amma o şeydə var ki, məsələn, bax, bir dənə o şüar bugünkü mənim düşüncələrimdə, hərəkətlərimdə deyə bilərəm ki, həlledici rol oynadı. Yəni, mən anladım ki, o yaşımda sən böyüyəndə, imkanın olanda, gücün, əqlin buna imkan verəndə sən kəndin üçün demək ki, nəsə etməlisən. Yəni, onu o şüardan öyrəndim və xüsusən belə uşaq yaşlarında, gənc yaşlarında eşitdiyin, oxuduğun şeylər adətən uzun müddətli olaraq adamın beyninə həkk olunur. Və ona görə də mən həmişə tələbə olanda da, tələbəlikdən sonraki dövrdə də mən həmişə Şəki ilə, kəndimizlə, qohum-əqraba ilə həmişə maraqlanmışam, həmişə baş çəkmişəm. Mütəmadi olaraq demək olar ki, ömür boyu hər ay Şəkiyə gedirəm. Və o ağaclar da siz dediyiniz o düşüncənin doğurduğu hərəkətdir. Biz sadəcə düşünməklə kifayətlənməməliyik ki, düşünərək həm də addım atmalıyıq. Və belə hesab edirəm ki, hər birimiz doğulduğun, böyüdüyün yer üçün müəyyən qədər bir borc hissi özümüzdə hiss etsək, bizim ölkəmiz də, bizim kəndimiz də, şəhərimiz də hamısı Gülüstana çevirilər. Bu yanaşmanın kütləviləşməsini təmin edə bilsək, biz dünyanın ən gözəl kəndində, ən gözəl şəhərində və ən gözəl ölkəsində yaşamış olarıq. Siz dediyiniz kimi dəhnə kəndləri də quraq ərazidə yerləşir və orada hətta su da problemdir, su da tapılmır və biz çox uzaq məsafədən içməli su gətirə bilmişik və kəndin öz ərazisində arteziyan quyuları qazaraq oradan da istifadə üçün texniki sular çıxardırıq. Və əlbəttə istənilən məkanı ən sərt iqlim şəraitinə malik olan məkanı belə cənnətə çevirmək mümkündür. Bunun
çox gözəl nümunələri yer üzündə var. Və ona görə mən də belə qərara gəldim ki, elə Dəynə kəndini də baxmayaraq ki, Aran bölgəsində yerləşir, ən gözəl yaşayış məntəqələrindən birinə çevirmək bizim Dəynədə doğulub, böyümüş insanların bir növ borcudur. Gələcəkdə həmin kənddə yaşayan və yaşayacaq nəsillər üçün bizim borcumuz budur ki, oranı gözəlləşdirək və sonraki nəsillərə təqdim eləyək ki, daha onlar gileylənməsinlər ki, biz Aran şəraitində, şəraitsizlikdə yaşayırıq. Onlar desinlər, biz nə gözəl kənddə yaşayırıq. Və bu məqsədlə əlbəttə layihələrimiz çoxdur. Birincisi, içməli su problemi tamamilə həll olunub. Həyətyanı sahələrdə işlətmək üçün texniki su problemi də tamamilə həll olunub. Sadəcə tarla suvarmasında biraz kəmkəsir var, çatışmazlıqlar var. Bir qismi sulanır, bir qismi dəmiyədir. Bu daha böyük layihələr çərçivəsində həll olunmalı məsələlərdir. Yəni o region üzrə həyata keçiriləcək bu suvarma sistemlərinin modernləşdirməsi ilə bağlı həyata keçiriləcək layihələr zamanı bu da öz həllini tapacaq. Amma bilirsiniz, müasir dünyada mən əminəm ki, düşünürəm ki, kənddə yaşamaq, şəhərdə yaşamaq, paytaxtda yaşamaq və ya qeyri-paytaxtda yaşamaq heç bir rol oynamır. İnsan hər yerdə eyni insandır. Ona görə də yaşayış məntəqəsinin statusundan, adından asılı olmayaraq hər bir yerdə eyni yaşayış şəraiti yaradılmalıdır insanlara. Bunu ilk növbədə insanlar özləri istəməlidir və özləri də buna meyl göstərməlidir, buna əmək sərf eləməlidir və s. Hər bir insan öz küçəsinin təmizliyinə diqqət yetirsə, öz həyətinin və yaxud öz küçəsinin yaşıllığına diqqət yetirsə, biz elə cənnət bir məkanda yaşaya bilərik də. Bu məqsədlə baxın, biz ilk növbədə hələ 20 il bundan qabaq kəndin küçələrini genişləndirmək haqqında düşündük və bu qərara gəldik və şübhəsiz ki, mən o yerli icra qurumları, bələdiyyə icra qurumu ilə birlikdə bu küçələri genişləndirmək qərarına gəldik. Bu küçələrin genişləndirəcəyi halda küçəyə düşəcək, yəni sökülməli olan ərazilər, orada yaşayış evləri də vardı, texniki təsərrüfat binaları da vardı, hasarlar, çəpərlər də vardı. Bütün bunları sakinlərlə razılaşdırılmış şəkildə söktük. 6 metr enində olan küçələri elədik 20-22 metr. Orada siz gördüyünüz kimi iki tərəfli hərəkət zolağı yaratdıq və 3 sıra, bəzi yer küçələrdə 4-5 sıra hətta ağaclar əkdik. Bütün bunlar kim üçündür? Əlbəttə orada yaşayan, gələcəkdə yaşayacaq insanların, deyək ki, Bakı kimi, Gəncə kimi böyük şəhərlərdən həyat şəraitini çox da fərqlənməməsi üçün, ən azı ekoloji cəhətdən sağlam bir mühitdə yaşamaq, ən azı palçıq üzərində hərəkət etməmək, bu küçələrin bu cür səliqə salınması insanları müxtəlif avtomobil qəzalarından qoruyur, avtomobilin öz yolu olur, piyadanın öz yolu olur. Ona görə küçələrdən başladıq və... Cavanşir müəllim, ən böyük uğur odur ki, çox kəndlərimiz var ki, ucqar kəndlərimiz boşalmaq təhlükəsi ilə üz-üzədir, artıq boşalır. Bütün bu sizin fəaliyyətiniz sanki insanlara bir stimul verir, yurda bağlanır. Onlar hiss edir ki, bu yurdun evladı var, bu yurdun qayğı çəkəni var, bu yurdun inkişafına dayaq olan var. Bax, bu birinci amildir. Əlbəttə, biz bunu etməyə çalışırıq ki, insanlar bir yerdən başqa yerə köçüb xoşbəxt həyat axtarışında olmasınlar. Onlar elə o öz xoşbəxt həyatını öz doğulub böyüdüyü yerdə tapa bilsinlər. İnsan niyə köçə bilər? O zaman köçə bilər ki, burada onu nəsə qane etmir. Həmin o qane etməyən şeyləri aydınlaşdırıb, müəyyənləşdirib, onları aradan qaldırmaq lazımdır. Bunu həm yerli idarəçilik qurumları etməlidir, həm insanlar özləri buna təşəbbüs göstərməlidir və mən də həmin kəndin sakinlərindən biri kimi belə bir təşəbbüs göstərmişəm ki, onlar orada qalsınlar, yaşasınlar. Elə siz doğru deyirsiniz, bizim kənddən də çox sayda adam, həm Bakıya köçənlər var, həm başqa digər şəhərlərə, həm xaricə köçənlər var. Ona görə də məqsədimiz o kəndi elə bir vəziyyətə gətirmək ki, o öz gözəlliyi ilə, öz yaşayış üçün
sağlam mühiti ilə insanları cəlb eləsin, onların köçməsi haqqında düşünməyə əsas verməsin. Və o baxımdan ona görə birinci növbədə biz küçələrlə bağlı layihələr eləməyə başladıq və hal-hazırda o sona çatmaq üzrədir. Çünki kənd böyükdür, 7000-dən artıq əhalisi var və orada küçə sayı da çoxdur. Bütün bu küçələri bir-bir genişləndirə, iki tərəfli, iki zolaqlı küçələrə çevirmək, trotuarlar tikmək, bütün bu məsələləri yoluna qoymaq vaxt aparır, amma edirik. Eyni zamanda biz kəndin mərkəzində pay torpaqları şəklində insanlara bölüşdürülmüş ərazilər vardı. Həmin əraziləri adekvat şəkildə ərazilərlə əvəz etməklə o insanlardan alıb orada park saldıq. 2 hektar ərazidə park salmışıq və hələ də davam edirik parkın təkmilləşdirilməsi üçün. Və bu da insanların istirahət eləmək üçün gedəcəyi bir yer olmalıdır. Yenə də o fikrə qayıdıram ki, insan kənddə və ya şəhərdə yaşamaqdan asılı olmayaraq insan üçün lazım olan bütün rahatlıqları öz yaşadığı məkanda tapa bilməlidir. Və ona görə ilk dəfə bu park ideyası ilə mən kəndə gələndə adamlar biraz çox pessimist baxırdılar bu fikrə. Deyirdilər, kənddə kimdir parka gedən, kimə lazımdır park? Amma park hələ hazır olub qurtarmamış. Elə bu fikri söyləyən adamlarla birlikdə mən özüm müşahidə etdim ki, artıq analar öz uşaqlarını gətirir parka, hətta körpə uşaqlarını kalyaskada gəzdirmək üçün gətirirlər ora. Biraz 3-5-10 yaşa qədər uşaqlar üçün orada əyləncələr var, onları gətirirlər uşaqlarını orada oynatmağa. Yəni bilirsiniz, mədəniyyət şəraitlə bağlıdır. Zaman bizi gözləmir, axı zaman daim inkişaf eləyir, dünya elektronlaşır, insanların davranışı dəyişir. İnsanlar tamamilə başqa bir dünyanın, virtual dünyanın insanlarına az qala çevrilirlər. Belə bir zamanda bizim hələ də palçıqlı küçə ilə addımlamağımız sadəcə günahdır. Və ona görə də bu fikirlər həmişə mənim beynimdə dolaşıb və ona görə söz vermişəm ki, o kənddə həyat şəraitini, sosial şəraiti, ümumi insanların yaşam tərzini ən müasir standartlara uyğun şəkilə gətirənə qədər mən ora öz dəstəyimi davamlı olaraq göstərəcəm. Cavanşir müəllim, sizin ən böyük abidanız elə yaratdığınız, axı kəndə işıq məktəbdən düşür. Məktəb həlledici rol oynayır. Gənclərimizin formalaşdığı bir ocaqdır, müqəddəs bir məkandır. Elə bu nöqteyi nəzərdən istərdim deyəm ki, ən böyük abidədir. Həm də ana abidəsidir. O məktəb sizin ananızın adını daşıyır. Əsmaya müəllimə mənim özümə dərs deməyib. Amma yüzlərlə, minlərlə insanlar var ki, onu özünə müəllim hesab edir. Hardasa, hansı mənadasa bizim müəllimlərimiz olub. Elə mənim 10 ildən artıq ünsiyyətim olub, çox şeylər öyrənmişəm. Çox tövsiyələri indi də qulağımdadır. Bax, onun adını yaşadan, o ana abidəsi haqqında da eşitdim ki, məktəb də yenidən qurulacaq, layihələr daha da genişlənir. Bəli, məktəb layihəsi 2002-ci ilin layihəsidir. 2002-ci ildə mən o fikrə gəldim. Niyə o fikrə gəldim? Çünki həmin illərdə əslində məktəblər demək olar ki, başlı-başına buraxılmışdı, dərslər keçirilmirdi. Müəllimlərin çoxusu Rusiyaya getmişdi, dərslər boş keçirdi. Və bütün bu bəlalarla yanaşı həm də bizim məktəbimiz çox köhnə idi və hər qışda 3-4 sinif otağı çökürdü, damı çökürdü, divarı sökülürdü, tökülürdü. Və get-gedə demək, o boyda kəndin ən böyük məktəbi hesab olunan bu binadan çox bir neçə sinif otağı qalmışdı. Və mən başa düşdüm ki, bu kənd, bu məktəb tamamilə yox olsa və burada yeni məktəb tikilməsə, bu kənd ümumiyyətlə köçəcək buradan. Yəni, burada yaşayış aradan qalxacaq. Ona görə qərara gəldim ki, bəlkə də o kənd üçün ilk ən böyük layihəm elə o məktəb idi. Yeni məktəb binası tikmək qərara gəldim və o məktəb binasını 2004-cü ya 2005-ci ildə gərək ki, tikib qutardıq və məktəb açıldı və həmin vaxtdan sonra
yavaş-yavaş tədris prosesini bərpa eləməyə çalışdıq. Başqa şəhərlərdən, kəndlərdən müəllimlər dəvət elədik. Çünki müəllimlər də yox idilər. Müəllimlər də artıq məktəbi buraxıb getmişdilər. O iqtisadi cəhətdən ölkənin çox ağır zamanları idi və həmin dövrdə çox adamlar Rusiyaya getmişdilər işləmək üçün. Bu minvalla biz məktəbi tam qanuna uyğun şəkildə fəaliyyət göstərməsini təmin etdik. Və bugün həmin məktəbdə təhsil alan tələbələrin hər il buraxılış təxminən 25 nəfər ətrafında olur və onların da təxminən 70-80% ali məktəblərə daxil olurlar. Amma ona qədər 80-ci illərin ortalarından 2010-cu ilə qədər təxminən o məktəbdən heç kim ali məktəbə daxil ola bilməmişdi. Yəni o qədər məktəb öz funksionallığını itirmişdi. Və onun funksionallığını bərpa eləmək üçün nəsə bir yenilik eləmək lazım idi. Və bu yeniliyi də mən ancaq yeni məktəb binasının tikilməsində gördüm. Çünki bilirsiniz, yeni məktəb binasının tikilməsi, siz də dediyiniz kimi, bu bir işıq mənbəyidir, nur mənbəyidir. Bu bir insanlara sanki göydən necə günəş bir işıq saçır, yer üzünə, adamlar gözünü açır və başlayır iş gününə, həyat gününə başlayırlar. Məktəb də odur. İnsan doğulur, məktəb yaşına çatır və məktəbin ona verdiyi bilik, bacarıq, qabiliyyət nəticəsində həyata atılır. Ona görə məktəb bizim həyatımızın, deyərəm ki, ən vacib, ən zəruri bir mərhələsidir. Və bu mərhələni hər bir uşaq ləyaqətli şəkildə, tam təmin olunmuş şəkildə keçməlidir ki, o öz gələcəyini daha yaxşı təsəvvür edə və sonra da qura bilsin. Həmin məktəbdə əlbəttə siz qeyd etdiyiniz kimi mənim anam 60 ilə yaxın, demək olar ki 60 il bitməyə az qalmışdı. Dərs veribdi, müəllimə işləyibdi. Siz Maksim Gorkinin bir cümləsi var, deyir ki, bizim xizlətimizdə yaxşı nə varsa, onun hamısı üçün biz anamıza borçluyuq. İndi oradan da hər bir insanın özü ilə anası arasında, ümumiyyətlə valideynlər arasında, amma özəlliklə anası arasında bir xüsusi rabitə var. Ana həyatda ola da bilər, olmaya da bilər, amma sənin daxili aləmini yönləndirən, onu hərəkətə gətirən, hər zaman ananla bağlı olan, həm xatirələrdir deyərdim, həm ondan əxz elədiyin vərdişlərdir, bacarıqlar, biliklərdir. Anam da bir ədəbiyyatçı kimi, maarifçi kimi hər zaman bizi, öz tələbələrini, öz şagirdlərini öyrənməyə, elmə yönləndirən bir adam idi və eyni zamanda cəmiyyətə xidmət etməyə çağıran, aşılayan bir müəllimə idi. O elə həmişə deyirdi ki, adam özü üçün yaşamamalıdır, özü üçün oxumamalıdır. O oxuduğu da, işlədiyi də bu xalqa nəsə verməlidir. Hər bir adam həyatda qazandığı uğurunu öz xalqı ilə bölüşməlidir. Və bu şəkildə biz uşaqlıqdan bu kimi nəsihətləri eşitmişik, bu kimi öyüd nəsihətlərlə hər gün böyümüşük və ona görə şübhəsiz ki, bizim gördüyümüz iş də valideynlərimizin, bu halda anamızın da dediyi ilə, istədiyi ilə, arzusu ilə uyğun olmalıdır və ona görə də elə hesab edirəm ki, mən bugün yaşayanda təkcə öz istədiklərimi həyata keçirmirəm, həm də mənim valideynlərimin arzusunu yerinə yetirirəm, həm də orada yaşayan insanların arzusunu yerinə yetirirəm. Onlar da istəyir ki, daha yaxşı şəraitdə yaşasınlar. Baxın, mənim həyatla bağlı fəlsəfəm çox sadədir. Hər adamın cəmi bir ömrü var. Yəni, heç kim ikinci dəfə dünyaya gəlib eyni şəxs qismində yaşamayıb. Ona görə bu həyatı elə eləməliyik ki, hamı müəyyən mənada yaxşı yaşaya bilsin. Yəni, birisi çox yaxşı, birisi isə çox pis yaşaya bilməz, bu ədalətli olmaz. Bu insanlığa yaraşmaz, bu şuurlu məxluqlara yaraşmaz. Ona görə biz əgər deyək ki, cəmiyyətin bir hissəsi nəyəsə nail olubsa, o nailiyyətlərindən digər hissəsinin də ayağa qalxması üçün, dirçəlməsi üçün, eyni olmasa da ona yaxın və yaxud daha yaxşı həyat şəraitini bölüşməsi üçün bir imkan kimi baxılmalıdır. Yəni, qazanca, gəlirə, var dövlətə bu sənin alnına yazılmış bir nə bilim, nadir fürsət kimi baxmaq olmaz. Bu sənə yox, bu sənin
yaşadığın cəmiyyətə, mühitə, ətrafına, ailələrə, qovumlarına, yerlilərinə, öz millətinə, öz xalqına olan bir şans kimi baxılmalıdır. Əgər mən bugün digər bir adama nisbətən daha çox qazana bilirəmsə, mənim xalq üçün edəcəyim daha çox şey olmalıdır. Amma o biri adam da öz növbəsində öz qazancına uyğun, o da ilk növbədə öz ailəsindən başlayaraq ailəsinə, qonşusuna, kəndinə, şəhərinə öz xidmətini göstərməlidir. Biz bu şəkildə bütün insanlığı hamısını bərabər şəkildə, ahəngdar şəkildə inkişaf elətdirə bilərik. Əgər insanlıq, bəşəriyyətin bir hissəsi öz hansısa uğurlarından və yaxud hansısa imtiyazlardan istifadə edərək daha çox inkişaf eləyərsə, digər hissəsi geridə qalar və deqradasiya eləyərsə, o zaman biz insanlığın inkişafından danışa bilmərik ki, o zaman biz vəhşiliyin inkişafından danışa bilərik. Çünki cəmiyyət vəhşiləşəcək. O zaman bir hissəsi, deyək ki, ibtidai insanlar şəklində, bir hissəsi gələcəyin insanlar şəklində yaşayan cəmiyyət ola bilməz. Bu absurddur. Ona görə bax, belə bir şeyin olmaması zəruriliyi bizi vadar edir ki, biz hər bir insanın həyatına dəyər verək. Qazanmaq imkanı olmayan insanlar da ən azından bu bir dəfə yaşayacağı həyatda normal şəraitdə yaşasın. Mənim, sizin istifadə etdiyi bütün alətlərdən, bütün imkanlardan o da istifadə edə bilsin. O başqa məsələ, kimin biraz daha çox, kimin biraz daha az, kimin biraz daha geniş şəkildə istifadəsi, kimin biraz daha dar çərçivədə. Amma nədənsə məhrum olması kiminsə, ona yol vermək olmaz. Əgər ona yol verilirsə, o zaman biz öz insanlıq meyarlarımıza yenidən baxmalıyıq. Ana abidəsi dedim. Məktəbə ana abidəsi. Ana abidəsi sözünü ona görə işlətdim ki, sanki Əsmaya xanım müəllim deyildi. Bir məktəbin müəllimi. O cəmiyyətin bütün yaş təbəqəsindən olan insanlara arxa idi, dayaq idi. Bax, mənim 36 il qabaq Qoxmuqda yaratdığım Bəxtiyar Vahabzadə adına ziyalılar evinə gəldi, Qoxmuqda qızı var. Və qalın bir dəftər var idi. O dəftərin bir vərəqi idi. Belə gözəl yazı yazdı. Mən də bu yazının axırında belə bir öz sözlərimi yazmışam, laminatlaşdırmamışdan qabaq. Əsmaya müəllimə Qoxmuq kəndində Bəxtiyar Vahabzadə ev haqqında bu sözləri Ziyalılar evinin xatirə kitabına yazdı. Qoruyun, saxlayın. Çox sağ olun. Bu mənim həm kəndimə verilən qiyməti idi, həm Ziyalılar evinə verilən qiyməti idi, həm də Bəxtiyar şəxsiyyətinə. Əsl müəllimin verdiyi qiyməti idi. Əsl ədəbiyyatşünasın verdiyi qiyməti idi. Çox sadə, çox səmimi. Yəni Əsmaya xanım bir elin, bir obanın müəllimi yox, bütün Şəkimizin, bəlkə də geniş mənada Şəkidən kənarlardakı insanlara da, gənclərə də öz tövsiyələri ilə, məsləhətləri ilə bir müəllim olmuşdu. Bəli, müəllim, örnək olmaq nöqteyi nəzərindən mən deyərdim ki, Əsmaya müəllimə təkcə mənim anam olmayıb. Əslində, biz uşaq vaxtı bəzən inciyirdik. Niyə görə? Çünki hərdən bizə belə gəlirdi ki, anamız bizi digər uşaqlardan az istəyir. Çünki o qədər onların qayğısına qalırdı ki, özcə uşaqların, biz düşünürdük ki, biz doğma evladı olaraq, məsələn, burada amma bizdən daha çox ona belə qayğı göstərir, bir başqasının evladına deyək də, bir fağırın uşağına, bir nə bilim, kasıb ailəyə. Və bu uşaq zamanı bu biraz bizə toxunurdu, amma sonra getdikcə əlbəttə biz bunu öyrəndik, alışdıq. Hətta yadımdadır ki, biz o sualı ondan verirdik də hətta. Öyle bil biz sizin uşağınız deyilik, məsələn, filan kəs sizin uşağınızdır. O zaman bizə başa salırdılar ki, yox, bu belə deyil. Eyni ilə mən indi deməyə çalışdığım o məsələləri izah eləməyə çalışırdılar ki, o da sənin kimi bir uşaqdır da, onun da sənin kimi yaşamaq, sənin kimi geyinmək, sənin kimi imkanlara malik olmaq
hüququ var Allah tərəfindən, təbiət tərəfindən. Biz buna yardımcı olmalıyıq ki, hamı yaxşı yaşasın. Olmaz ki, biri yaxşı yaşasın, biri pis yaşasın. Bu arzu olunan yol deyil. Və ona görə o məktəbdə oxumuş bütün uşaqlar hamısı onu özünə elə az qala doğma ana kimi hesab edirdilər. Məsələn, bizim məktəbdən ali məktəbə girən bütün tələbələr Bakıdan qayıdan kimi ilk növbədə gəlib anama xəbər verirdilər və ona təşəkkür edirdilər ki, biz instituta qəbul olunduq. Anam da əlbəttə onlar üçün çay məclisi qururdu, söhbətlər edirdilər, danışırdılar. Və bunları izləmək də bizim üçün çox maraqlı idi və sonraki yaşlarımda artıq dərk edirəm ki, bəlkə də elə bu o davranışlar bizim müəyyən xarakterimizin formalaşmasında, davranışımızın formalaşmasında mühüm rol oynayıbdır. Biz o bayaq dediyim kimi 2004-cü ildə o məktəbi tikdik. O məktəb fəaliyyətə başladı və böyük uğurlar göstərdi. İndi bax, hal-hazırda biz həmin ərazidə yeni məktəb binasının tikintisini planlaşdırırıq. Bu dəfə artıq ən müasir standartlara uyğun olan 3 mərtəbəli yeni bir məktəb binası tikiləcək. Artıq layihə işləri görülüb və təqdim olunub dövlət qurumlarına və oradan həmin layihələrin təsdiq olunmasını gözləyirik. Və mən o fikirdə həmişə əminəm ki, elm, təhsil, bilik insanları bəşəri qaydalara uyğun, insanlıq məziyyətlərinə, meyarlarına uyğun şəkildə, ahəngdar şəkildə, qanuna uyğun şəkildə insanlığın inkişafı üçün elə bu elm, təhsil, məktəb lazımdır, kitab, bilik lazımdır, başqa heç nə lazım deyil. Siz pulla heç vaxtı gələcəkdə uğurlu adam ola bilməzsiniz tək pulla. İlk növbədə bilik, qabiliyyət, bacarıq əxz eləməkdir. Bunu da insan doğuluşundan sonra öyrənə biləcəyi yeganə yer birinci ailədir, ikinci məktəbdir. Və ailə və məktəb institutlarımız o qədər sağlam və möhkəm, o qədər təminatlı olmalıdır ki, biz ümid eləyək ki, bizdən sonraki nəsillər daha uğurlu, daha ağıllı, daha gələcəkdə özünə layiq, daha yüksək yer, mövqe tuta biləcək bir nəsillər olacaq. Bax, onu təmin eləmək üçün biz gərək hər zaman elm, təhsil, bilik, təlim, tərbiyə kimi məsələlər bizim gündəliyimizdə ən öndə duran məsələ olmalıdır. Əlbəttə, bu sahənin işçilər də kimlərdir? Müəllimlər, professorlar, yazıçılar, şairlər, yəni yaradıcı adamlar və təhsil adamları, təhsil peşəsinə bağlı adamlar. Və buna görə hətta deyə bilərik ki, cəmiyyətimizin gələcəyi elə bu müəllimlərin və valideynlərin üzərində qurulub. Biz valideyn kimi, müəllim kimi nə qədər doğru, düzgün çalışarıqsa, nə qədər həyatımızı doğru prioritetlər üzərində qurarıqsa, doğru yaşayarıqsa, o zaman gələcək nəsillərimiz də o qədər uğurlu olacaq. Mən buna inanıram və attığım addımları da məhz bu prizmadan dəyərləndirərək o qərara gəlirəm. Mən düşünürəm ki, bu məktəb tikintisini də başa çatdırandan sonra növbəti bir məktəb layihəsi də edəcəyik. Ola bilsin o kənddə yox, başqa kənddə. Ola bilsin hətta işğaldan azad olunmuş ərazilərdə. Amma nə qədər imkanımız var, nə qədər gücümüz var, hər birimiz məktəb tikintisinə, təhsil prosesinin təkmilləşməsinə maksimum dərəcədə yardımcı olmağa borcluyuq. Baxın, 89-cu ildə mən atamı itirdim. Atam 2-ci Dünya Müharibəsi veteranı idi. Və sanki bu itki bir boşluq yaratdı məndə. Və mən atamın şəxsiyyətini bütün bizə məlum olan, bizim bildiyimiz, bizə doğma olan keyfiyyətləri ilə, məziyyətləri ilə yanaşı, həm də müharibə iştirakçısı kimi, müharibə veteranı kimi o bizim yaddaşımıza hopmuşdu. Və elə o illərdə sanki fikirləşdim, nəsə çatmır. Və birdən ağlıma gəldi ki,
burada nə qədər müharibə veteranı varsa, elə onlar hamısı mənim atam ola bilər. Yəni, onlar da elə bizim atamızdır demək, düşünməliyik. Və həmin illərdə də bilirsiniz, dövlət quruluşları iflic vəziyyətə düşmüşdü, SSR-nin son illəri idi, heç nə işləmirdi, heç veteran anlayışı aradan qalxmışdı, heç gözə görünmürdü veteranlar, çünki Qarbaçov siyasəti bu nəhəng dövlət elə bir vəziyyətə gətirmiş ki, heç kim veteran gözünə görünmürdü. Hamı gündəlik bir parça çörəyin dalınca qaçırdı, acından ölməmək üçün çalışırdı. Və həmin illərdə mən düşündüm ki, bu insanlar Sovet İttifaqı çökməyə başlayan illərə qədər şöhrət, şan, şöhrət sahibi olublar. Həmişə qələbənin il dönümündə onlara həmişə təltiflər, mükafatlar verilib və s. İndi birdən-birə bu vəziyyətə düşürlər və bunların yaşları da artıq çoxdur. Və ona görə bunlar ən kövrək və zəif təbəqədir cəmiyyətin hal-hazırda. Onlara bir diqqət göstərmək lazımdır. Və bu münasibətlə ilk dəfə yadımdadır ki, öz kəndimizdə və qonşu kəndlərdə olan veteranları öz kəndimizdə topladım və onlara bir stol açıldı, onlara hədiyyələr təqdim elədik. Dedik ki, siz narahat olmayın, dövlət ağır vəziyyətdədir, hər şey çökür, heç nə, amma biz sizi unutmamışıq, unutmayacaq, biz sizin hər zaman qayğınıza qalacaq. İndi yaşlı adamlar üçün bu çox böyük bir mənəvi qidadır da ki, kimsə onlara bu münasibəti göstərsin. Və ondan sonra biz bu coğrafiyanı başladıq genişləndirməyə. Bütün rayon veteranlarını əhatə eləməklə hər il bu tədbirləri keçirtməyə və müxtəlif yerlərdə, bayaq siz dediyiniz kimi, bəzən qruplaşdırıb ayrı-ayrı kəndlərdə, Şəkidə isə şəhərdə yaşayan veteranları. Mən illərlə onların sırasının seyrəldiyini və bu tədbirlərdə onların necə kövrəldiyini müşahidə eləmişəm. Və həmişə təsəvvür edirdim bu tədbirlər zamanı ki, bu adam, məsələn, Berlinə tank üstündə daxil olub və onda o öz hansı hissləri yaşayırdı. Amma indi burada gəlib bu yaşında, 70, 80, 90 yaşında buna heç kim diqqət yetirmədiyi halda o hansı hissləri yaşaya bilər, nə qədər daxilən mənəvi zərbə ala bilər. Ona görə xüsusilə də bu yaşında onları bax bu depressiyadan uzaqlaşdırmaq üçün, onları öz varlıqları ilə fəxr eləməsini təmin eləmək üçün bu tədbirləri keçirtdim və son ilə qədər də biz bu az sayda qalıb və davam eləyirik. Və elə hesab edirəm ki, bu bizim bir insanlıq borcumuzdur, bir evladdır. Biz onların yaş olaraq biz onların evladları yaşındayıq. Biz onların ola bilər ki, bəzilərinin evladları bizdən daha çox əlbəttə diqqət göstərir, buna şübhəm yoxdur. Amma heç olmasa ildə bir dəfə bu qələbə günü qeyd olunanda biz onları yada salmalıyıq, onların unudulmadığını hiss elətdirməliyik. Ona görə də o görüşlər lazımdır, o hədiyyələr lazımdır, onların xətrini xoş eləmək üçün lazımdır. Onların nə qədər lazımlı olduqlarını başa salmaq üçün. Mən yadımdadır ki, elə görüşlərdən birində mənə dedim ki, baxın, burada iki nəsil üzbəüz oturmuşuq. Siz veteranlar nəsli və biz gənclər nəsli. O vaxt hələ mən də gənc idim, 90-cı illərdə. Siz qaliblər nəslisiniz, biz məğlublar nəsliyik. Ona görə biz sizin qarşınızda borcluyuq və borcumuz ondan ibarət ki, biz torpaqlarımızı azad eləməliyik. Necə ki, siz o vaxtı Sovet vətəndaşı özünüzü hiss eləyərək Sovet torpaqlarını azad elədiniz, biz də Azərbaycan vətəndaşı olaraq öz Azərbaycan torpaqlarımızı işğaldan azad eləməliyik ki, sizə layiq olaq, sizin adınıza layiq olaq. Bu, düşünürəm ki, orada iştirak edən, məsələn, bütün gənclər üçün, mənim üçün, məktəblilər üçün çox lazımlı, deyərdim, istiqamətdir. Çünki biz hamımız ata-anamızdan fəxr eləyirik. Amma müharibə iştirakçısı ilə, xüsusilə qalibiyyətli müharibənin iştirakçısı ilə özümüzü müqayisə eləyəndə həmin illərdə biz utanırdıq və utanmalıydıq da. Çünki biz torpaqlarımız işğal olunmuşdu. Ona görə
bax, oradan da müəyyən mənada adamlarda o torpaqları azad etmək arzusu, belə məqsədi formalaşdırırdıq. Çünki hər bir gənc, uşaq fikirləşməli ki, bəli, bu mənim də borcumdur ki, torpaqlarımızı işğaldan azad eləyək. Və Allaha çox şükür ki, torpaqlarımız da işğaldan azad oldu. Bax, bəlkə də müəyyən mənada, tutaq ki, bəzi gənclərin məhz bu yolu seçməsi, gedib orduda xidmət eləməsi və torpaqları azad eləməsi elə o kimi tədbirlərdən də onları ruhlandıran, həvəsləndirən bir şey olub ki, onlar o yolu seçiblər. Ona görə biz o gəncliyə həmişə sahib oluruq ki, onu özümüz öz əllərimizlə və öz əməllərimizlə yetişdiririk. Ona görə də bizim əməllərimiz, bizim fikirlərimiz, bizim planlarımız, layihələrimiz elə bir şəkildə olmalıdır ki, biz gələcəkdə bizdən sonra yetişən nəslə görmək, öyrənmək, əxz eləmək üçün bir nəsə nümunə göstərə bilək. Bax, bu kimi tədbirləri mən elə bir nümunələr sayıram. İstəyirəm ki, bu kimi tədbirlər çox olsun. Başqa sahələrdə də belə tədbirlər olsun. Və o zaman bizim gələcəyimiz daha təminatlı və daha mükəmməl bir cəmiyyətdə yaşayacağımıza ümid eləyə bilərik. Xalq üçün, özümüz üçün, öz millətimiz üçün, öz dövlətimiz üçün hər hansı bir iş görmək istəyən adama əgər hansısa şəkildə mən dəstək göstərə bilərəmsə, mən onun özümü xoşbəxt sayıram. Və o cümlədən sizlə tanışlığımdan da, sizin fəaliyyətinizə göstərdiyim az-çox, az da olsa dəstəyimə görə də mən çox xoşbəxtəm. Özümü yəni bu istiqamətdə ən azı gördüyüm işlərdən fəxr edirəm və sizə də bütün gələcək fəaliyyətlərinizdə böyük uğurlar arzulayıram. Çox sağ olun Cavanşir müəllim. Bütün bunlar üçün, bugünkü görüşümüz üçün çox minnətdaram sizə. Çox sağ olun. Mən sizə minnətdaram. Sağ olun. Hörmətli tamaşaçılar, bir verilişimiz də burada sona çatdı. Növbəti məkanlarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Sağ olun.